Həkim, bu kişilər necə eləsin ki, ümumiyyətlə infeksiya yoluxmasınlar? Səncə necə eləmək lazımdır? Əlbəttə ki, tək yoluxmama yolu, ən qarantili yol tək partnyorluqdur. Yəni, çox partnyorluqdan qaçınmaq lazımdır. 1. Təsadüf partnyorluqdan uzaq durmaq. 2. Qarşılıqlı monoqam olmaq. Yəni, nə deməkdir bu? Hər iki cins tək bir-biri ilə sadəcə görüşməsi lazımdır. Yəni, başqa biri ilə görüşməməsi lazımdır. 3. Yeni tanışlıqlar mütləq şəkildə iki tərəfli analiz vermələri lazımdır. 4. Prezervativdən düzgün istifadə etmək lazımdır. 5. Hepatit B və HPV peyvəndini əvvəlcədən vurdurmaq lazımdır. Həkim, bəs necə olur ki, baxıram xanım təmizdir. Onda necə? Gözəl qardaşım, cinsi infeksiya üzə baxıb seçim etmir. Çünki TİV-də təmizdir deyə belə bir terim yoxdur. Və hər zaman partnyorlar arasında belə bir cümlə vardır. Ən təhlükəli cümlə sayıram mən bunu. Narahat olma, məndə heç bir şey yoxdur. Amma ən təhlükəsiz iş isə prezervativdən istifadə eləməkdir. Sevgi gözləri kör eləyə bilər, amma mikrobları kör eləyə bilməz. Cinsi infeksiyalar pasporta, diploma və yaraşığa baxmır. Mütləq və mütləq qorunun.